Salam dostlar. Keyfiniz necədir? Yaxşısınız inşallah. Bugün istəyirik bir dənə şərab cürləyək. Şərabımız da qırmızı üzüm ya haman şampanyıdır. Şampanya Fransa. Sərdaş üzümü ilə iştiba tutmayaq. Mən üzümləri 2 gün bundan qabaq doldurmuşdum. Bir dəbbəyə təxmini ki başlamışdı. Bugün nəmsi gəlmişəm, bunların çöplərini qəşəng içindən seçirəm. Dubara qayıtıraq dəbbəmizin başına. Dostlar, elə üzüm elə salxım. Boşadasız dəbbəyə qəşəng. 2 gün qalandan sonra qəşəng hamısını yeyəcəkdir. Əlizlə gəlib qəşəng. Kətli yana. Susulbazlıq çıxartmayacaqsınız. Qəşəng bunları eyləsini. Nə mənə suyu var alacaqsınız. Qəşəng. Gözəl. Böyle de silkeleyin. Daha. Bunu koyacaksınız buraya. Qeydəcək yine qabımızın içine. Buradan plüşlərimizi yığacağıq. Əgər siz rənginə də baxın. Böyle 2 gündür burada da. Bunu süssək. Görün həmən olacaqdı. Çok rahat bu plüşlər çıxacaqdır. Eləyə bilərsiniz də qala ta axıra kimi axırda süzəndə götürəsiz. Amma yaxşısı budur ki, bu başda götürək, tamını əvəzləməyə. Fəqət təvəccüh eləyin. Bir də dostlardan direllə qatırlar. Direlin tiğəsi bunun çəvirdəklərini bu çəvirdəyi görürsünüz də. Çəvirdəklərini doğrayır, tamını tüt eləyər. İşməli olmaz da vih adı verər. Yaxşısı budur ki, biraz zəhmət çəkəz, səbriz ola, qoradan şarab tutaq. Qoradan halva yox, şarab. Dostlar, bu qabımızı təmizlədik. İndi keçirik o bir tərəfə. Bunu da deyim dostlar, hərənin bir səliqəsi var. Hər kəs səliqə ilə özünə şərab, əraq tutur. Biz də bu cür tuturuq. Bu üzümlərin üzündəki tozlar, bunu Allah elə özü yaradıbdır ki, bunu sən şərab düzəldəndə da ayrı bir şey qatmayasan təxmir üçün. Təvəccüh eləsiniz. Bu özü Allah elə bunu düzəldəndə, yaradanda elə yaradıbdır ki, sən üzümün bastırasan, ay biri nabat vurur, ay biri şəkər vurur, qət vurur, biri şirə vurur, biri əraq qatır, nə qatır. Bunları yığışdırın. 2 gündən sonra bir hep üzümüzü bir şeydə qatışdırıb qəşəng çör-çöpünü bunun içindən yığışdıraq. Qalıb qulağını da əlinizlə elə bu cür əzər. Heç zət lazım deyil. Əlbəttə biz tüylər bir söz deyərik.
Nəmnəmənə vari oldu biraz. Daha özünüz bağışlayın. Hə da. Kasıb yetim olmayasan. Bilir ki şarabımızdan da bir iki pek gətirirəm burada sizin yanınızda töküb. Sizin əvəzizdən gedərik üstə rənginə baxasız. Fəqət bu işi bağçada görsəz çox gözəl olar. Yeri kəndə çəkir. Evdə xanım xələya əlində kötək yeməyin. Dostlar, burada bildik ki şərabımızdan sağlığınıza. Sağ qalın. İnşallah gələnki mərhələlərlə biraz düzənməşli film yığıb qoyarıq. Sağ olun.